Əziz Qazaxlılar, hörmətli qonaqlar, icazə verin ilk öncə Qazax rayon icra hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun səmimi salamlarını, xoş təbriklərini sizə çatdırım. Hörmətli yoldaşlar, bizim xalq qədim xalqdır. Adət-ənənələrimiz bir-birindən gözəldir. O adət-ənənələrdən biri də yazın gəlişi Novruz bayramıdır. Biz bugün Novruz bayramının yazın gəlişinlə əlaqədar bura toplaşmışıq. Mən bu əziz bayram münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Allah'tan arzu edirəm ki, həmişə süfrəniz ruzili, bərəkətli olsun. Biz yeryüzündə sayılıb seçilən, tarixi qədim olan xalqlardan biriyik. Biz o qədər xoşbəxtik, bugün yazın gəlişini tam fərqli qəbul edirik. 44 gün ərzində Ali Baş Komandanın rəhbəri ilə biz düşmən üzərində qələbə çaldıq. Tarixi torpaqlarımıza qovuşduq. Və ondan sonra bilirsiniz, heç bir güllə atılmadan, bir şəhid vermədən Qazaxın 7 kəndi işğal altındaydı. Onların 4 kəndini cənab prezidentimiz, Ali Baş Komandanımız bizə hədiyyə etdi. Mən fürsətdən istifadə edib, bütün Qazaxlılar adından cənab prezidentimizə, Ali Baş Komandanımıza minnətdarlığımı, təşəkkürümü bildirirəm. Deyirəm, Allah Ali Baş Komandanımızı qorusun. Allah Azərbaycan xalqını qorusun. Allah ordumuza can sağlığı versin. Həmişə vətənimizin keşiyində layiqincə dayansınlar. Bugünkü tədbirdə bizimlə bərabər şəhid ataları, şəhid anaları bizimlə bir yerdədir. Mən bugün özümə borc bilirəm. Onların qarşısında baş əyirəm. Şəhidlərimizə Allah'tan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı arzulayıram. Müharibə iştirakçılarımıza Allah can sağlığı versin ki, məhz o 44 gündə o qələbəni bizə yaşatdılar. Əziz Qazaxlılar, görün biz nə qədər xoşbəxtik. Keçən ildə bu vaxtı Novruz bayramını, yazın gəlişini yağışla qarşıladıq. Bugün də yağışla qarşılayırıq. Ürəkdən sizi təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Bayramınız mübarək olsun deyirəm. Sağ olun, sağ olun.